mənim nəyəm olacaq? Mən Sako ev adı çəkdim, dedim görüşün. Bir-birinizin başına 3 litr qatıq tökün. Mənim söhbətim belə oldu. Mən yoxsa belə mənim nəyəm olacaq? Kim kimin evinə gedir, mən heç maraqlı da deyil. Mən heç ev adı çəkmədim heç, mənim nəyəm olacaq? Var da kayıtlarda da. Evi Sako dedi. Silenti vızqırd elə də burada. Aşı nəyimizə lazım uşaqlar? Bizə lazımdır. Oyunumuzu utduq, vəsə. Mən oyunumun içərisindəki söhbətlər maraqlıdır. Kim neynir, neynəmir, mənə maraqlı deyil. Oyunum, yayınım. Yaxşı elədi zatdız. Biz də inandıq. Bildiyi də reklam eləmə, bildiyi atmısan lap yaxşı. Ad yazır, bəli çatı var. Ad yazanları moderator at səssizə. Maraqlı deyil mənə. Mənə mənim oyunumdakı var maraqlıdır. Prinsip oyunumdan aparıram. Vəsə. Prinsipə də girəndə salam. Sübut elədim ki, uduram. Ay bacı, nə olur, niyə əsəbləşmirsən? Mənə də gəlib yazmışdılar burada. Yo, əsəbi deyiləm, oyunumu oynayıram. Hə, əsəbləşmə. Sən Allah kim sizin komanda otdu? Hə. Ekranları vurun uşaqlar. Yaşa, yaşa, yaşa. Bir şey oyun oynayım getmək. Allah quşu bezdim. Bugün çox əsəbləşdim. Hə, çox əsəbləşdin. Mən çıxdım canlıdan, gördüm, vaxtım qışqırırsan. Qız niyə əsəbləşdirirsən? Sən də dəlisən, and ol Allaha. Qırmasam sözü başa düşmür. Mən sakit danışanda onlar cəza eləmir. Ama görürsünüz, bax mən kimi deyir, görürsünüz. İyi yani. Məcburam qışqıram. Qışqıranda başa düşürlər. Ama deyirlər ki, fizyoloji qışqırır, bu həyasızdır, qorxurlar biraz adamdan. Qorxmağa görə yox. Görürlər ki, bir şey olur da. Eləməlisən. Uşaqlar, hədiyyə atağı ekranı vuraqda, nə oldu yenə bu Mənim elə yadıma gəlmir ki, mən kiməsə sözümü sakit başa salım. Həmişə çalışıram sakit danışım. Görürəm, yo, Alan Ruja keçirəm ikinci skorusa. Sağ ol Pərdə, təşəkkürlər. Minnətdarım takibiniz üçün. Bir gül uşaqlar, bir gül. Kimdə var bir gül? Uyser atacağım sən səssizə. Dedim axı, mənim maraqlı deyil. Mənim oyunumda değildi, cavabı da verildi. Ləman, adam uzadlı olmayanda arada bir mənə də qoşarsınız. Çatışmayanda. Yo, bu elə belə oynayırıq biz. Bu dörtlü deyil ki. Hə, yox, gördüm başqa qız da qoşmuşsunuz, ona gedirəm. Məsələn, bugün oyun qızğın maraqlı getdi nəsə. Pəriş, xoş gəldin. Baboşuna tərdi, sağalıb, qaydacaq. Əməliyyat olacaq. Ay, Allah şəfa versin ayağından, belindən. Bilmirəm, deyəsən belindən. Oy, göz nəfs apardı onu. Boş əməliyyat olacaq. Çünki düzəlmir. Olsun da bir dəfəli 2x uşaqlar. Olacaq inşallah. Bax, salamatlığını. Az dörtlüyə kimi qoşuruq? Sən də elə bir dörtlü var, nə var? Dörtlü oyun, deyir, bir oyun gedir. Xonça dünyası çox sağ uşaqlar. Ekranları vurun da heç olmayan olar. Yoxdur aramızda hədiyyə tutan. Ürəyim, sadə səhifədə var da, get bax.
Sizin nəyinizə lazımdır, nədir öyle? O işinizlə məşğul olun. Gizlər ya, hər şeydə maraq, hər Dostlar, şey. əməliyyat olacaq. Bayaq danışdım. Dedi, ağrılarım dayanmır, əməliyyat olacağım. Dedim, olandan sonra gələcəm mən. Dedi, yaxşı. Hadi əməliyyatdan sonra gedərsən, o da oğlan onun yanındadır, o dostu. Tek Hə, oğlan yox, dostları hamısı yanındadır. yo, həmişə olur ya, onun yanında kömək olur, ona görə Orada deyirəm. çox adam olur, onlar canlı açmır. Hə? Onlar canlıda görsənmir, ona görə görünmür. Orada qız da var, o da kömək eləyir. Emin adında oğlan var, o da kömək eləyir. Prosta onlar canlı açmırlar. Hə, Bir sağ dənə ol. Məftun yayıncıdır deyə görünür orada. O birisi açmır ona görə. Hə, bildim. Uşaqlar dəstək olaq da, nə olar? Gündüzlər qızla Emin baxır, axşamlar Məftun baxır. Hə, sağ olsunlar, yenə dəstək olurlar da. Onlar yəqin TikTok edirlər də ona görə. Hə, yox, göstərmir. Allah heç kimi təklik qismi, təklik pis şeydir. Məftun da, bəs mən nə deyirəm? Deyirəm təkcə Məftun deyil də, o birisilər də var, prosta özlərini göstərmirlər. İradə çox sağ ol uşaqlar, dəstək olaq. Kimdə var hədiyyə? Ha, Məftun işte, Məftun arıqlayıb. Getdim hələlik, Ayşe, oynayalım. Hələlik cansın, salamat, gecən xeyrim. Məftun çox arıqlayıb. Xəstəyə baxmaq asan deyil. Adam nə qədər stres keçirdir. Nə restoran cəzası? Hə, çox yadımdan çıxıb, onu iş yadıma salmırsınız. Yadıma salın, o cəzanı da elətdirim. Mənə marağı deyil kimin uşağıdır. Mən doğmamışam, nəyimə lazım? Hə. Məftun məni blokdan qızlar çıxartmayıb. Mən keçən dəfə Məftunla WhatsAppda danışıram da, yazışıram da, amma çıxartmayıb. Dedim arada oyunlar at, maraqlı PK-lar eləyək, sən də qazan da, PK-lar eləyək. Çıxartmayıb da, nə deyim mən ona. Deyir yadımdan çıxır, hər dəfə deyir yadımdan çıxır. Əcəb edib də. Mən də demirəm da. Ola bilər yadından çıxır, çünki başı qarışır həqiqətən. Amma belə WhatsAppda danışıram onunla. Elşən, çox sağ ol. Bilirəm başı qarışıqdır, hə. Amma necə də dedim ki, at boşluq olanda oynayaq PK ilə. Sən də pulvu qazan da, sənə də az adam dəstək olmaz, onu da çox istəyirlər. Sako onu pis mənada deməyib. Yəni deyir, ona söz çatdıra bilmərsən, onunla dilləşmə. Hər şeyi pis məniyə yozmayın. Bəli, hamı məni tanıyır, pozğun kimi tanımır ki. Niyə gəl bara qatırsan? Düz deyir, hamı məni tanıyır, hamı məni bilir ki, mən söz çatdırmaq mümkün deyil. Onu o mənada deyir ki, onunla dilləşmə. O pis mənada demədi onu. Bilir ki, mən əsəbiyəm. Yəni deyir, əsəbidir, ona baş qoşma. Özü danışıb susacaq. Onu o mənada deyir ki, onu hamı tanıyır ki, o aqressivdir, əsəbidir, dili acıdır. Bu hamı bilir də.
Çünki mən də biləm də pis mənada deməli. O yəni deyir, onunla dilləşmə də, dalaşma. Tərəfin saxlama deyəndə məni hamı nə kimi tanıyır ki, bu TikTokda? Pozğun kimi tanımır, əxlaqsız kimi tanımır. Hamı məni tanıyır ki, əsəbiyəm, dilliyəm, sözümü deyənəm, həyasızam. Hamı məni bunu kimi tanıyır. Mən o sözü pis mənada qəbul da eləmərəm heç. Bilirəm də pis mənada deməlidir. Deyir tərəfin tutma. Deyirəm bilirəm axı pis mənada demədi. Mən aqressiv əsəbi ola bilərəm, uşaqlar. Və mən çatışmayan cəhətlərimi deyirəm. Əsəbiyəm, aqressivəm, acıdil ola bilərəm. Amma mən düz danışıram. Və mən də haqsızlıq götürməyən insanım. İnsan qudurmaz. Bu sözü mənə nə kimi qələmə verirsiniz verin. İnsan qudurmaz. Hər bir insan öz adına atfıçatdır. Sən eləmədin, mən də eləmirəm. Sən mənə bağlı deyilsən. Sən PKB aparırsan. Sən başdan getmirdinsə, başdan deyərdim, mən getmirəm filan kəsin evinə. Mən gecə cəzaları eləmirəm. Səhvəm, deyin ki, ailəman, sən burada səhvsən. Cəzanı verib udandan sonra demək lazım deyil. Mənim anam qoymur, gündüz çıxacam. Belə şeylər mənə çatmır. Bildiniz? Yəni, mənə çatanda ayılmaq lazım deyil. Dünənə kimi Sakolun evinə də gedirdin, restoranda qarnıva qoyub cəza da eləyirdin. 2-də də çölə çıxırsan, 1-də də çölə çıxırsan, tak özün bilərsən, o mənə əlaqədar bir şey deyil. Amma mənim cəzamda maması yığıb deyir ki, gündüz elə, gecə vaxtı nə işi var. Sonra da deyir ki, sən Sakolun evinə getmirsən, mən niyə gedirəm? Mən Sakolun evinə getmək cəzası vermədim ki, mən başına qatıq tökmək cəzası verdim. Zaten evin ortasında heç kəs başına qatıq tökmür. Normal, yəni məntiqlə fikirləşən adam düşünər, mən evdə qatıq niyə töküm ki başıma? Bəli, kütlə məni tanıyır. Kütlə hamını tanıyır. Kütlə məni ən azından pozğun kimi tanımır. Tərbiyəsiz kimi tanımır. Kütlə məni tanıyır ki, mən söz altında qalmıram. Mən Allaha and olsun, ailənin canı oyuna əhəmiyyət vermədim. Niyə? Xətrimə dəydi birinci danışıqları. Biraz pis oldum. Dedim, oyundur da, uduzum, qoy cəzamı eləyim. Sonra gördüm, orada başqa cür danışıqlar gedir. Mənə də yazdı ki, Rəşad Emini çağır, ud. Püsü. Oyun belə oldu. Yəni, elə əhəmiyyət vermirdim oyuna. Tıkla da demirdim ekrana. Belə də ki, oyundur da, boş şeydir. Ki, başına qatıq tökdü, neynədir, uduz, əyləncə elədi də, sadəcə güldük, danışdı. Kimisə başında qatıq qalmadı ki, mən də başıma qazan qoysaydım, başıma yapışıb qalmayacaqdı ki. O zaman liboy cəzanı eləyirəm. Çıxdı, getdi, cəzadır da. Boş şeydir. Burada heç kəsin məqsədi heç kəsi sındırmaq deyil. Oyunda sadəcə prinsip var idi. Sakorda dedi ki, hamı onu tanıyır, boş ver. Hə, onu da, dedi də, hə. Nə mənada dedi. Sakorda dedi, onu hamı tanıyır. Düz deyir, məni hamı tanıyır. Tanımırsan, tanıyırsan da. Nə var ki orada, nə pis söz var ki orada. Xəbərçilik də eləyirsiniz.
Ona baş koşma kızışıb giz-giz cəza verməzlər. Düz deyir də, prinsip aparanam mən. Əsəqə yatışdırmağa çalışır aranı. Ne olsun evde bacı-bacıya ana deyir ki ona baş koşma. Gedib deyirsən mama bu qız mənə bunu dedi, bacım mənə deyir baş koşma, ona baş koşma, onu yola ver getsin. Orada pis nə var ki? Evdə ana qızına deyir o sözü ki bacını yola ver getsin. Baş koşma. Nə olsun? Deyin ki deməyib. Qardaşınıza deyir dəlidir, səydir, baş koşma. Görsən ki o əsəbləşəndə özündə olmur. Dilvi qoy qarnıma baş koşma. Demir anavız. Öz balasına deyir ki bacı bacını şikayet edir. Ana deyir ki baş koşma. Biri bizim baş çatanda biri bizim baş çat. Biri dəli olanda biri normal olmalı. Baş koşma. Ha ne olsun indi burada ne var? Neler deyir. Ha ne olsun? Adi kızımdı üstüne evde kışkıranam aman beleli. Anava baş koşma. Kül anavın başına. Ha, anamdı da durum inciyim. El boyda uşağa deyir ona baş koşma. Düz deyib də deyib onu qızışdırmaq ki gic-gic cəzalar verməz. Hamı onu tanıyır. Hamı bilir ki mən prinsipiyal adamım. Mənə də deyir də izləyicilər, deyir çata baş koşma. O qədər məni sevən qızlar var, xalalar yazır ki, Laman çata niyə baş koşursan ay qızım? Çata baş koşma. Qızlar yazır mənə, çata baş koşma. Səni qızışdırırlar. Baş koşma. Ha, nə olsun? Gündə 50 dənə mənə elə mesaj gəlir ki, baş koşma. Sən canlasan da biz qorxuruq deyir. Çünki əsəb adamsan, nevroz adamsan, söz altında qalan adam deyiləm mən. Mən qızışdırmaq bir vır birdir. Mən 7 ildir buradayam. Bu kütlə mənim xəsiyyətimi bilir ki, məni qızışdırmaq bir vır birdir. Mənə nədə necə qızışdırarsan, mənə səhv söz deyərsən, mən də düz olduğuma görə, o səhv sözə görə prinsipə gedəcəm. Özü çürüyüç adamam ha. Çürüyüç adamam. Fikrimi çatdıra bilməyəndə də başlayacağım qışqıra-qışqıra danışmağa. Səbirsiz adamam mən. Hə. Sonra peşman oluram deyəndə peşman niyə olum ki? Kimsə söyləyib təqqir eləmirəm ki, peşman olum. Kim nə deyir, onun cavabında alır. Peşman onda oluram ki, qarşımdakı tərəfi boş-boşuna acılayanda, hə, peşman oluram ki, ayda, mən nə dedi, mən onu acıladım. Hə, onda peşman oluram, var məndə o xəssiyyət. 2 dəqiqədən sonra hirsim soyuyur, peşman oluram. Amma belə yox. Belə yox. Yusufun nənəsi deyir ki, birinci Laman dilləşdi. Mən Gülsümün nənəsindən incimirəm. Çünki yaşlı qadındır. Evdə anam da mənə arada əsəbləşəndə dedi ki, səndə çatmır. Məndə olsun. İncimirəm Gülsümün. Mən yaşlı qadındır. Ona durub baş qoşası deyiləm. Ay qurban olduğum. Qadındır da. Nə deyim mən ona? Desə də belə incimirəm, nə də baş qoşmuram. Çünki yaşlı qadındır. Ərk eləyib deyib. Baş qoşmuram. Yaşlı qadınlar uşaq kimidir.
Nətər sos? Salam, nətərsiniz? Yaxşı, Cəza sən oldu. Yaxşı. Hə, qatıq Salam. tökdülər başlarına. Biz də oturub sakon gözləyirik. Bu gün bizə gəlməlidir. Niyə? Hazır. Heç nə, Sakın mən vaxtısı gələcək. Ay, yox, danışır Nə da. bilim, gəlməli idi. Danışır, neysə. Niyə? Özündən soruş deyər də, məsləhətdirsə. Dayı, sən özün demişsənsə, səndən soruşuram da. Nə de görüm niyə? 4-lü oyundan sonra bizlə cəzalı oynamalıydıq. Cəzalı oynayırsınız. Yoxsa yox. Yox, nə Nətər bizlə cəza? dayan bir dənə Əsmər başa düşmürəm. Nətər cəzalı oynamalıydınız? Cəzalı oyundan sonra Hə, bu gün. Hə. bu gün cəzalı oyundan sonra bizi qoşmalıydı. Buralıq deyil, buralıq söhbət deyil. Aha. Yoldadır da, bəlkə gəlir. Nə bilim, zəngimə cavab vermir. Hə, niyə? Uduzu bu Başqa Yox, söhbət heç deyil. oynamamışıq. Heç oynamamışıq. Ay, nə? Bizə dedi ki, sabah bu günlər canlı açarsınız. 4-lü oyundan sonra sizə qoşulacam. Sizi qoşacam. Yəni sizə gələcək də. Buralıq deyil, söhbət buralıq deyil. Ha. O yəqin düşünüb udacaq, bizə cəza verəcək. Qutarıb ki, sizin yanınıza gələcək. O cəza elədir. Başqa söhbət edək. Bilirəm, bilirəm. Amma bayaqlarım qəşənglik utdu da. Baxırdıq. Hə. Sən udandın. Kəmi şeydi. Sən uduzanda ora göndərəcəkdi. Mən o cəza ilə razı olmadım ki. Necə? Deyir, sən uduzsaydın, səni ora göndərəcəkdi. Mən o cəza ilə razı olmadım ki. Səni hara, bura? Bayaq cəza vermişdi, uduzsan səyyar gilə gedəsən. Mən razı olmadım. Hə. Bir dənə cür ataq. Niyə razı olmadım? Qardaş, mənim evli adamın evində nə işim var gecə vaxtı? Mənim istəyir bacım belə olsa, xoşum gəlmir. Yox, Sako ilə gələcəkdiniz. Fərqi yoxdur. İstəyir qardaşımla gəlib. İndi o deyir ki, açıq danışa bilmir də. Deyir ki, mənim xeyradı, başı düş. Get. Salam. Dostun salam yazdı. Salam. İki qapı. Pul, nə pul temasıdır, pul teması. Söhbəti bağlayın, ailəmə. Sus soruşun, nə pulu? Gərək. Buna uymayansan, nə desə, ha dinə. Yox. Başqa Nə puldur ki, Əsmər? İndi danış. Heç o. Mən heç nəyə qarışmıram. Heç bir söhbət, başqa söhbət. Ayda uduzdum hə. Ayda 10 dənə. Yox, almayıb. Dedi, axı, dünən dedi verib. Söhbət edir o pişiklikdir. Nağas, nə var, nə yox. Amma çox uzatdılar, icadadır ki, eləmir, o Taksi eləmir. gözləyirdilər də ona görə. Ləman bacı, Hı. bizə o birlik top var, hədiyyə, birlik. Hı. Ondan lazımdır. İstəyarız, çox dostlarımız.
Salam salam sizlər təəssüf. Mən də qayır. Təzə oyun çıxıb. Kim vurdu başına? Vakas İndi getdi biz yox. cavanıq da, yəni sən Ne oldu maşallah o da sən də cavandı da. cavansan, yəni Ha. Cavanıq əmə. Məndən Allah 2 yaş böyüksə. Allah köməyin olsun. Çox 95-əm. hörmətin artıq olsun. İndi zarafata ki başladı. Mənim oyun argumentim elədi. Prosta şey indi başa düşmə. Mən cavan deyiləm ki. Niyə maşallah cavansan da məndən gəl. Cavansan, yaşlı deyilsən. Ərim deyir də, deyir biz cavanıq. Mən sənə demirəm, qozda çaftarsan. O mən. Ha bir dəqiqə deyəndə, mən yəni deyirəm ki, yəni sən neyinirsən xaricə? Belə Salam dostumuz. belə də istəsən gedərsən xaricə. Salam Niyə? dostumuz. Salam, salam. Nətər gedirəm belə? Yəni belə pulun Aleyküm salam. Mənim Hamıya. pulum yoxdur, bala mən xariclərə töküm. Pulum olsa səhərə kimi mən burada oturmaram. Ayşə, olanlara rəhmət. Pul olan xarici gedər, mən şəxsən xoşuma cəzanı gəlmir, niyə çox sağ ol. eləmədi? İstəsə vaxt eləyəndə eləyər inşallah. Sənin də İnşallah. pulun var ki, maşallah. Ora bura. Heç sən də pis yaşamırsan. Mənə söz çatdıra bilmərsən ha sən yar. Sən söz Ama- ateşinə tutaram. Yaxşı, bizim cəzanı niyə eləmirsən? Bu cəmaat bizə Aynen açıqlamaq Leman istəyir. bacı dedi ki, mən işim var, başım açıq, Yox, çay yox, iş yox, su yox. Hamı açıqlamaq istəyir. Mən də açıqlama verirəm da hamıya. Mənim elə vaxtım yoxdur. Mən heç özümlə çay içə bilmirəm, sən öl. Hada? Leman bacı bir dənə çay içməkdən qorxan adam deyil. İçərik də bir gün içərik, narahat olma. Müsait olum deyəcəm. Ya, İnşallah Allah nəsib etsin. Əliyev Xoş kimi. gəldin, Əliyev, nə yazdı? Yo, vallahi görüşüb içərik. Görüşməmək üçün həqiqətən bu aralar vaxtım yoxdur. Bilirəm də siz Başım gəzər. qarışıqdır. Neyniyyət cəza oynayaq, amma normal cəza. Eşref də çay gözləyir, çay verən yoxdur yazığa. Mən çay verən oxşayıram, mən çay içən oxşayıram. Mən niyə ümid bağlayıb çay içmək istəyirsən? Mən çay xoşlamıram axı. Gəlin çayı başqa şeylə pakribat eləyək. Bir dənə gül ataq. Nəylə? Mən də çay xoşlamıram şəxsən. Sən öl, mən çay sevmirəm, anamın canı. Nəylə ünəyəsi pakravat edirsən? Çox sağ ol, Əliyev. Xoşum gəlmir də çaydan. Bir dənə maşın bırak bura, birlik. Əliyev. Sürdüyü maşınlardan bırak, bir dənə bırak. Dondurma, elma, əsmə elma elədən çıxacaq. Əldən Ləman, çıxmaz. sən də ilk dəfə TikTokda səhifənin kim açıb? Necə Ləman, səni necə başa düşmür? Ləman, sənə ilk dəfə TikTokda səhifəni kim açıb 2020-də yadında? Necə səhifəni kim açıb? Heç də başa düşmədim. Mən 2020-də gəlməmişəm axı bura. Uşaqlar. Əliyev. Leonardo Əli- çox sağ ol. Mən 2020-də gəlməmişəm axı bura. 19-da gəlmişəm. Ay Leonardo. Şimdi Seyid Şahin. çok sağ olun. Təşəkkür edirəm. Onu da açmışdı. Məhəllədə qız var idi. 14 yaşında uşaq idi. Gördüm TikTokda şeyə baxır. Videolara baxır. Mən də təzə doğuş eləmişəm. Dedim ay qız o nədir? Camaat belə qoyur, mahnı oxuyur. Öz-özünə baxıram. Mən də bunlara gülürəm. Dedi bilmirsən bu TikTokdur. Dedim nə? Dedi burada hamı özünü paylaşır falan filan. Onda elə hədiyyələr yox idi. Dedim sən Allah mənə aç bir dənə ver. Gedim elə baxım da. Baxmaq üçün başımı qatım. Bir də gördüm ki baxa-baxa ucu canlı açıram. Bir də gördüm söylürəm. Söylə hamı məni paylaşır. Tolik paylaşmışdı məni. Tolika səs atmışdı. Mən səs qayıtlarımı siləz.
səsimi atmışdım başıma. Onda hamı mənə paylaşanda pis olurdum ki, ayda mən hamı paylaşdı. Sonra yavaş öyrəşdim. Çox sağ olun. Dostlar, nə olar ki, Bilmirəm ki, Leonardo kimsən ki, bilmirəm. Vallahi o qədər adama vermişəm ki, mən səhifə. Dostlar, bizə birlik top var, hədiyyə birlik. Sonra da mutlu son. Özdə ilk videolarım necə olub? Geyinirdim sapaşki ayaqqabılarımı, paltarlarımı o gözəl primadonna məhləmizdə. Verirdim qızlara mənim videomu çəkir. Təsəvvür edin, mahnıda orijinal səsi bağlaya bilmirdim. Yolun, maşınların səsi də gəlirdi mahnının içində. Onunla belə baxışlarım 1 milyon. Hələ heç tanınmıram ha. Baxışlarım 1 milyon. Yorum 2000, 3000. Prosta hamı söyürdü də. Belə gəldim sənətə. Bu da təzə çıxdı. Bu filan kəs kimdir? TikTokda bezdiyi bu tuşkaları yola verməkdən zat deyə. Belə. Gəldim çıxdım sənətə. Halal olsun. Bir gün mənə kimsə söylədi, elə bildim eks qaynanamdır. Başladım, buraxdım. Biraz qaynanadan danışdım. Bir gün mənə kimsə söylədi, elə bildim eks baldızımdır. Başladım, onlardan danışdım. Bir gün mənə kimsə söylədi, elə bildim eks ərimdir. Başladım, ondan danışdım. Elə bir də gördüm ekran kayıtları başlayır. Sonra başladım sevgililərdən, oradan, oradan. Bir də gördüm ki, mən hardayam. Yox, hara gəlmiş o? Bir də gördüm. Elə belə, indi başqaşmadım da. Ürəyim Sənə 3 dolu. dəfə yaxınlaşdı, Aylin dalıca qaçırdım, Aylin balacaydı. Bir də gördüm belə, Ləman, sən TikTokda görmüşəm, şəkil çəkdirim, mən də, nə yaxşı çəkdir. Bir də gördüm oradan biri çəkdirir, buradan biri çəkdirir, işte. Ondan sonra yavaş belə oldu. Təməli qoyuldu. Allah'ım Allah olsun. versin. Çıxaq uşaqlar. Sağ olsun. Hamı deyir, çox düz danışır, o qızı çox istəyirik, fanatıyıq. Mamamın balı çevrildi. Sonra TikTok o paykalar çıxdı, pul qazandı, mamamın tısı vapşe yaptı. Yavaş belə. Ayın ki, vaxta, ova, ayı gəldi, yaxşı olur. Nuş olsun. Sağ ol. Diye çayını nəylə dəyişək? Cavab ver. Mən nə bilim, Nə var? nə ilə istəyirsə. Peşmansan, gözəl insanlar tanımışam burada. Düzdür, əsəb stres keçirsəm də yaxşı insanlar tanıdığıma görə peşman deyiləm. Nə yazdı? Nə yazdı? Ayını açsaq camaat yiyər burada. Bəlkə bir dənə bir oyun cəzalı oynayaq. Mənim bacım yoxdur, amma burada mənə nə qədər qızlar bacılıq elədi. Sonra nə qədər insanlar mənə yaxşılıq elədi. Yeri gəlsə mən elə vaxtım olub ki, uşağıma yemək ala bilmirdim. Burada yaxşı insanların sayəsində aldım. O cəhətdən peşman deyiləm. Yox, Allah hər hamıya bir yol açır da. Az uduruq buna. Sağ ol. No, kimin imkan varsa ayı asıl. Gəl bunlar, xanım eləsin. Yox, cəzalı oynayaq onda. Ha, çox Çox sağ sağ ol. olun. Sibez dolu olsun. Nay. Mənim xoşuma gələn bir şey var ki, mənim daimi izləyicilərim mənim xasiyyətimi bilir, məndən incimir. Məndən inciyənlər yeni izləyicilər ola bilər. Amma mənim xasiyyətimi bilənlər incimir. Mən qışqırsam da incimirlər. Çünki bilirlər ki, mən dilim acı olsa da ürəyimdə kin yoxdur. Əsəbləşirəm 5 dəqiqədən sonra keçir. Həqiqətən də incimirlər. Mən o günlərin bir dənə qızı nə qədər acıladım burada. WhatsApp-da ya mənə yazdı ki, əsəbisən bilirəm. Hələ o mənə qayıtdı ki, nə olar? Əsəbləşdirdimsə dedim az yox, mən əsəbi idim, sən bağışla. Əsəbi idim, qışqırdım onun üstünə. O məndən incimədi. Çox sağ ol. Ləmanın nəyə varsa dilində var.
Ləma. Onu məni daimi izləyənlər bilir, nəyim varsa dilimdədir. O həqiqətən uje mənim izləyicimdir. Çünki mənim izləyicim uje mənim xarakterimi bilir ki, mənim nəyim var dilimdədir. O məni daimi izləyənlər bilir. Çünki köhnə söhbətə qayıtmıram. Sən məni arzulayandan mən başımı saldım aşağı. Bildim ki, uzağı 10 gündən sonra yenə də Mən boş-boşuna acılamıram. Qarşı tərəfdə mənim əsəblərimdən oynayır. Mənim xəsiyyətimi bilə-bilə kimsə mənə o damarıma toxunursa cavabını da alır. O dili dəyişmək olsaydı, dəyişərdik. Yaxşı, bəs Yaxşı, ağla yaxşı dərsi insan. olsaydı. Ağlı. Ha. Küzü də eləmiyor. Ha. Ağlı dəyişmək olsun. nə Ürəyim bilim. çox təmizdir. Hə, ona görə aqressivliyimi ondan yola verirlər, gedir. Yox. Mən evdə də beləyəm əsəbləşəndə. Hamıya elə bilməyin ki, çata qarşı beləyəm. Mən evdə də əsəbləşdirəndə fərqi yoxdur. Mən ayrı seçkili eləmirəm. Mən Çox sağ TikTokda olun. özümü rola qoya bilmirəm. Həyatda necə aqressivləşirəm, burada da elə. Mən yadımdan çıxırım, mən canlı yayımdayam, efirdəyəm. Nə gəldi pis o deyəcəm. Buraxırsan gedir ha, məndən 5. Hə, özümü arada gücünə saxlayıram, deyəm indi quşlayacam. Elə mən də sağ-sağımı qəşəng ürək sözlərimi dedim də bəzi insanlara. Deyim nağalar, ən çox da qadınlar. Kim bizə bahalı hədiyyə Emosionalam mən, emosional. Aylamal. Kim bizə bahalı hədiyyə Əsmən atırsa var. gedib direkində yatırlar. Kimliyin aslı olmayaq. Ən çox da qadınlar. Mənim emosional olmağımın səbəbi bilsindədir. Mən kimə qarşı yaxşıyam, mənə qarşı axırda pis olur. Elə olur. Məqsədim bunun üstünə bunu qoymaqdır. Daha da yaxşı eləmək. Amma qarşı tərəf onu yanlış anlayır və mən də aqressivləşirəm. Şirəşir ki, elə belə də olmalıdır. Hə, mən də aqressivləşirəm. Xoşlamıram. Çünki mən pislik eləmək fikrim yoxdur. Mən əksini eləmək istəyirəm. Mənim fikrim yanlış anlaşılanda, hə, pisliklə cavab verirəm ki, pislik elə yox, belə olmur. Əsəbləşmə, ziyandır əsəbləşmə. Nə, amma elə bir səndə bir balaca əsəbilik də var. Xətura Elə bir dənir. səndə də biraz çatışmamazlıq var. Bir yaxdan nəydən danışırıq ay səyyar? Allah kömək. Bir ildir söhbət edirik. Bir yaxdan nəydən danışırıq? Deyir Allah ki, kömək. əsəbiyəm də deyir. Allah kömək. Dostlar mənə yola verir. Çox sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. Nə deyəsən de, Licbi mənlə savaşma. Sağ ol bacı. Cəzalı oynayırsan. Dostlarımız buradadır. Yaxşı, sizlə bir cəza oynayayım da, day sizsiz. Uç. Bundan sonra 2 oyun. İkimiz də birdir də söyləyəcək. Səni çox istəyirik biz. Uduzan, mən udursam sizə tantuni qonaqlığı verirəm. Tantuni, ayda ən sevdiyim şey. Amma Hardan indi bildin? yox. İndi yox. Bilirəm. Hardan bildiniz ki, mən tantuni sevirəm? İndi yox. Bu yəni bu dəqiqə yox. Bilirəm, gecə olmaz Siz axı. də uduzsa, siz də deyin nə verirsiniz. Tükünməsən nə Nə verəm? deyəsən, belə pis sıxmasın. Biz bilirik Mən ki, dedim sən... də, mən udursam tantuni qonaqlığı. Mən özümə cəza vereyim. Dayan da. Get çöldə danış. Bir nəfər zəng edir, mən üzürlü sayım da. Biz ikimiz danışaq. Get yolda o tərəfdə. O tərəfdə. Çıx yola paltalarımı da yığıb gətirərsən. Yaxşı, okey. Yaxşı, get. Boğaram səni. Çox sağ olun hədiyyələrə görə. Siz kimsiniz, sizə hədiyyə gəlsin? Cəzada mən uda bilmərsiniz. Sağ ol. Yaxşı fikirləş ha. Çox sağ ol. Təşəkkür edirəm. Təşəkkürlər. Elşən, thank you. İki qatdır. Çox sağ olun. Hər kimi baha hədiyyələr atmayın. Cəzada atarsınız, yaxşı? Ne. Görəcəyik. Bir dənə bunu da uşaqlar.
Yok utanmazsan iyi dostlarım buradadır. İki katlı uşaqlar. Gülden çiçekten atın bəsimdir. Hər çiçek oynayacak mı? Çok sağ olun. Ben sevə ediyorum. Əsmər romantikdir, ərin. Yoxdur buradaca qeybət eləyək. Romantik nə mənada deyirsiniz? Ay Ayda. Ayşən, nə qəşəngdir bu. Çox sağ ol. Romantikdir ərin. Belə də. Necə belə də? Məsəl üçün necə romantikdir? O qədər də yoxdur romantikliyi. Necə evlənmə təklif eləyib? Ay şey, sevgi çubuğu ilə başımı qatdım, makas getirib koydu, getdi. Necə selfie çubuğu ilə? Şəkil çəkdirək dedi, makas getdi otur. Qəşəng Ha. diş yaptı, kaskada koy başa, çok sağ ol. Aha. Aha. Ha, Civacı seviyeliydi de, kodlamışım makas getdi Selfie də. yox, o dənə şəkil çəkdirirdik. Ha da seviyeliydi, o da şəkil çəkdirdik, hayalda başa. Aha. Her şey kodladı getdi. Bu da romantikliyi. Qaçırdım səni. Qaçırdıqdı. Nə qonaqlıq verdi ilk günü? Nə? Gezmişdik dönər yemişdik, hansı metronun yanında? Səni başına. Özü dönər istərdi də. Mən köylə gedəndə. Onda Lama bir Nə söz dəxli var, deyim. kabab yeməyənlər göylə gedir. Lama bir dənə söz deyim, ağlamaq kimi çıxmazsan. Onda Onda biraz vəziyyət. hələ çox aşağıydı da. Mən də çiynətə yükləyim ki, falan şey istəyirəm. Gəyək, başa düşək. Elə Yox, yol gələn gündən danışıram. İlk günü birləşdiyiniz nə ilə qeyd elədiniz, onu soruşuram. Dönər, dönər ayran. Bax deyəcəm mənim sözümü pis başa düşəcək. Dönər verən, qonaqlıq verən idisə qızı nəyə qaçırdırdın ilk gün? Heç olmasa ilk günü bir kababzad qonaqlığı çəkərdin dana, bir ilk günüdür. Paniyat qaçırsan da. Yazığım pulu yox idi da dənə. Yazıqdır, niyə arvad alır? Ay, axırdı, oy dedəm vay. Vinna getdi. Hə, saçımdı. İki oyun başlayırıq. Başı yox, gəl indi. Heç olmasa dönər lavaşdaydı. Çörəklə. Çörək yenə doyumludur. Oy. Ona görə çörəklə almışdım da. Yol gəlmişdi. Yolda da yemək yemişik. Bir iki yerdə. Cəza nədir? Hədiyyə zad alırsan Gülzat. Biz Rəman bacıya gül alarıq. Qəşəng. hə niyə almırıq ki, qurbandır. Ha, Mənim də cəzam gül alasınız mənə. bəli. Yaxşı. Siz uduzsaz mənə gül alırsınız. Məndə tantuni. Yəni Ha. şeydə İndi yox da, görüşəndə. görüşəndə. Hərdə görüşəndə. İki qatlı uşaqlar cəzalıdır. İki qat dostlar udaq buna gül alsınlar mənə. Uzmayacaqsa. Bu nədir? Ay O min çəkir. nədir? Qoxdu mu? Qorxma, əmi balası, heç nə olmaz. Göyə bax. Çox sağ ol. Bax, indidən mənə gül gəlir. Neydi ay qız? Gül. Yox, əl elə bildim kimisə əl ürəyim düşdü. Qranat bu neydi o? Milçək, milçək. Milçək. Ha. Uduzacıq ay uşaqlar. Əlbəttə ki, arada tantuni var, Neydi? Çox sağ Tantuni ol. sevirmiş. Qıza niyə dönər almısan səyyar? Özü dönər istəmişdi. Allah. Ondakı tantuni yeməmişdim ki, şəkil olmurdu ki tantuni. Hə, sonra necə romantik Gülzad alır sənə? Alır. Ən çox şey aldıran mişqa. Lama. Ay Çox sağ ol. Lama. Restoranda işləyirdim. Mənim bir dənə dostum var idi. Mənim uşaqlığım internatda keçir bir müddət. İki dənə gül atın, on cəzalıdır. Bizi internatdan Şəkiyə aparmışdılar gəzməyə. Hı. Şəkidə belə çıxıb gəzəndə Hı. Əsməni görmüşdüm, tanımışdım. Sonra elə oldu ki, bir müddətdən sonra Görbəz olaydı. 2 dənə gül, hə. Allah köməyin olsun. Sonra bir Axı müddət, görməsəydik biz sizin ayda pek eləyə bilməzdik o axı. amma görməkdə də bir xeyir var ki, Hə, də sözlü də, hə. hə, sonra elə oldu.
Sonra elə oldu ki, internetdən çıxdım, gəldim, işlədim. Restoranda işləyirdim, ofisiyant. Bir dənə dostum vardı, Şəkili, onunla dost oldum. Onlara evlərinə gedirdik, onlarda qalırdıq. Onlarda qaldığım müddətdə bir də belə dostumla çölə çıxmışdıq, məhəlliyədə, qapının ağzında. Əsməri gördüm. Dedim, bu qız burada qalır öz-özümə, dostuma. Dedim, nə olub? Allahın qisməti. Hə, duruxdum qaldım, birtəhər oldum. Onlarda da belə olur. Dostum dedi, yetimsən can nə olub? Niyə bir qızı gördüm belə oldu? Dedim, mən danışaram da, bir səbirli ol, danışaram. Hə, heç saat. Dedi, bizim qonşudur da, Əsmərdir, adı Əsmərdir. Sonra elə oldu ki, həmən dostumun toyu oldu. Toyuna elə bir kömək eləməyə getmişdim, mağar toyu idi. Sökməyə, yığmağa da uşaqlarla. Kaçı tez danışır, hemen bacı Hə, yatdım ki. kənd yerində də yeməyi çadırın böyründə pişirirlər. Məndə motosikletim vardı, motosikletlə getmişdim. Kim ayım atar? Bir Çox sağ olun. dənə də zapas kaskam var idi. Gəldim, toy qutardı. Gezi saat arası 2 zad olardı belə, 2-nin yarısı. Dostuma dedim ki, ben yığılışan oturağın bitki çörək yiyəndə hamımız atmış. Ayımı atın. Dostum da dedi ki, mənim başım qaçıqdı, gedin özünüz görün neyiniz. Qıraq deyirsiniz ki, qardaşınızın həyətən gəlmişsiniz. Keçdim mağaranın arkasına, o yeməyi ocaqda pişirirdilər. Gördüm ki, Əsmərlə bir iki dənə xanım orada qabları yiyor. İndi kənd yerində olmuşsan da bilərsən də. Hə, dedim ay Əsmər yox, nəhlə şeytana, palit eləmədim. Dedim ay xanımlar, bəlkə biraz yemək olar da, nəysə. Əsmər dedi ki, qardaş, orada, yəni qardaş demə müraciət edeyim də. Ya kardeş, eğitim götür ağabey, zəhərləndi oradadır. Ha, kardeş dedi. Zəhərlən nə daz? Ha, çok sağ olun. Şu an ahırdı. Ahır ne cezalı da oluyor. Danış, Ya. danış. Yes. Nay, 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 nay. 1-0 Yes. qaldı biri, hə. Qutar da, ürəyim üzüldü, hə. Hə, 700 hə. Dedi ki, orada kasada yemək var, kasa. Yeməyi götürdüm, elə Kasa üzümü nə rəngdə idi, onu çörmüşdüm. dedi. Nə rəngdə idi kasa? Bilmirəm, ağ kasaydı, Aleyküm asal, siz ne yaparsınız? güllü. Nəysə götürdüm, üzümü çöndərdim bu yana ki, gələm, gördüm ki, heç kim yoxdur, bir dənə Əsmər tək qalıb. Işık attı, ışık attı. Dedim, az gəl gedək, bir dənə şəkil Tantuni çəkək. evden geldi, saat çıktı. Bu da getdi çəkdirməyə. Dedim, gəl gedək motosikletin yanında bir dənə şəkil çəkdirək, xatirə qalsın. Aleyküm. Öyle şey- Fikirləşirdiniz, hə. Yox, hələ yox. Hələ qan. Gəldim motosikletin yanına şəkil çəkdirməyə. Şəkil çəkdirəndə Nətər Dedim yox, ki- mən tanımadığım oğlanla niyə şəkildə qalmalıdı xatirəm? işte, Bir tanışırdı, sen de desen yok. o yükləşmək başqadır. Birdən sizə dedim ki, gedək, sevgiliydiniz də yəni. Ha. Üzülü sayfım renk katışırdı da yok. Gəldim motosikletin yanına. Mən onu başa düşmədim ki, sən bununla ünsiyyət qurmamısan. Nə hansı arada sevgili oldun? Kasada yemək yeyəndə? Yox, danışırdıq, ondan sonra danışdıq. Dayıdan danışırdıq, gəldim toyda da gördüm, nə bilim harda da. Bununla danışırdınsa bilirdin də toya gedəcək. Kimslər bunu görən günün toy olmayıb. Müddət. Aleyküm asal, tez danış. Nəysə, uzun sözün qısası. Gəldim motosikletin yanına, kaskan qoydum başına, dedim otur motosikletdə. gül. Oturduğumuz yerdə şəkil çəkdi. Teşekkür. Oturdum, mən də oturdum. Telefon Əziyyət qoydum. çəkmiş. Elə buna desəydin ki, qaçacaqdı, hə? Hə, telefon qoydum cibimə, dedim nə şəkil çəkdirmə, gedək Bakıda çəkərik. Nə başı, xotladım motosikleti. Oturdu.
Xodladım, Oldurdun nədir? çaşdım da diyan. Xodladım motosikleti Pramoy Bakıya. Hı. Ha, geldi Bakıya. Vəssalam. Kimə ayım atar? Ha, Malades. geldi Bakıya. Belə. Seyfi ilə başımı qatdı da. Ondan sonra da belə. Geldi Əli Bakıya. bir də maşın bırax da. Əsmər sən Ne? xəyanət eləməyib. Ha, Her Yox. zaman bir yerde olasan. Ay Esmer, çok sağ ol. Çox sağ ol, xoş söz oldu. Allah razı olsun. Mən ayım içim at, ay. Heç vaxtı. Bax, ayı gələcək bura. Heç vaxt, hə, nəysə də. Elman, səndən də Əliyə. Elman, haycan. Qonaqlığı da ki ilk gündə şey verdin. Dönər. Ha, dönər qonaq. Yok, yok. Ha, Bakıya gələ elə yolda yeyib səsə gəlmişik. Qızıl zad almadın qıza. Üzükdən zaddı. Yok, imkanım yok. Heç şeyim yoxdur, qızılım zadı. İmkanın yoxdur qızı nəyə qaçırdırsan? Özünü güclə dolandırırdın. Bunu nəyə bədbəxt edirdin yanında? İmkanı olmayan adam ailə qurmuş. Yo, evi olmayan qızı nəyə qaçırdırsan? Birdən uşağınız olsaydı sürünəcəydin sizlə oralarda. Bu öz evinizdir. Niyə sorunam? Soruş Yox. gör. Çətinlik görür. Kirayədir. Yox, Yox, bir nə- də kamera veririk. Kimin evidir bə? Kirayə deyil, mənim evimdir. Mənim evimdir. Nə kirayədir, nə də öz evimdir də. Bir adam var verib onun evidir qalıq. Müvəqqəti qalırsınız. Hətta belə dedim. Hı. Onu demirəm, deyirəm ki, bax imkan o mənada demirəm. Deyirəm əgər bir qadına heç olmasa baxacaq gücünüz yoxdursa, bu qadını nəyə qaçırdırsınız? Özünüzə bir gün ağlayın, bir şalvar alın, bir otaqlı da olsa bir ev alın, sonra bu qızları alın aparın. İndi sizin uşağınız yoxdur, bu evi kimsə sizə verməyə də bilərdi, düzdür? Sən nə edəcəkdin? Uşaqla Ay. çətinlik çəkəcəkdin. Onu o mənada deyirəm. Ay bazı işləyirdim də pul qazanırdım. Onda o vaxtı kuryer işləyirdi də. Mən Yəni, bilirsən pulum yox idi üzüyü almağa. ay təzə gəlmişdi də. Yəni o dərəcədə də multimilyoner değildim. Amma Mən bir işte, oğlan olan. Niyə mürtüm 150 manat üzüklər doludur. Mən bir milyoner olmasam da biz kasıb oğlan olaraq fikirləşirəm mən bu qızı qaçırdacağam. Qabaqcadan biraz büdcəmi yığaram. Heç olmasa bunu qaçırdanda bir nəsə bir taxaram. Nəsə bir Azı zad həm- eləyərəm. həm də açığı özü istəməyib. Özü istəməsində nə olsun? Sən panyatkan hardadır? Necə 2 dəfə aparmışam, deyib ki istəmirəm. Ay nəsə. Deyib ona Ay verdim. axırdı, tantuni əldən yer. Oy. Ne. Çox sağ ol, qardaş. İnanırsınız siz tantuni yeyəsiz deyə məni uduzdurdular bunlar. Amma görüşəndə sizə gül alacağım, narahat olmayın. Sizə görə. Ayrım, can çox sağ. Ayrım 5000'lik üzükdə söhbət getmir. 100 manatlıq da alsın lap. Mən o mənada demirəm. Niyə evləndin, niyə kasıbsan? O mənada demirəm. Deyirəm yəni bu qızları nəyə süründürürsüz dalıvıtsa. Bir özünüzə gün ağlayın, sonra cəmaət. İndi sizin uşağınız yoxdur. İnşallah olacaq da inşallah mənim ağzım faldı. İnşallah olar. İndi olsaydı da necəydi? Rəman bazı bir dənə icazə ver söz deyim, sözümü kəsmə. O vaxt var. 2 dəfə deyən qoy yadımdan çıxacaq. 2 dəfə aparmışam mağazaya. Deyib ki, ona verdiyimiz pulu bir dərdimizə xərcləyək. Ya demişəm. Vüqar bəy, istəyən gümüş üzüyü də qəbul eləyər. Bəli, eləyər. Amma elə qadınların bəxti yoxdur bu həyatda. Başa düşdün? İndi elə qadınların bəxti yoxdur. Bunu da bir dəfəliyə başınıza yığın. Qadın nə qədər özünü dəyərsiz aparar, o qədər də dəyərsizləşər. Bildiniz? Elə qadınların da bəxti yoxdur. Elə qadınları siz ancaq almatın evə, anamıza, qardaşınıza, bacınıza hambal kimi yemək pişirsin, ev yığışdırsın. Siz də gelin həyatda həyatınızı yaşayın. Amma küçədən keçən bir dənə bahalı qızlara hər şey alırsınız. Onlara yaxşı pulda tapırsınız, hər şeyi də eləyirsiniz ki, nə var, bir dənə oturub yemək yiyəsiz, çay içəsiz. Məni danışdırmayın da burada. Ki, yəni hamını demirəm ha, yəni çatdakılar bizi düz başa düşər də nə demək istəyirəm. O qədər toyla, zadla, vüsatla gedib də ərə, qırlı, qızırlı ailə dağılıb. Hə, qoy dağılsın, eybi yoxdur. Eybi yoxdur, qoy dağılsın.
Demişəm ki, 2 qat raxsa salacağım da demişəm ki, Ona uşaq qalsa heç də olmayanda da ailə dağ. Ailə dağılmaq ona baxmır. çox sağ ol. Biz neçə ildir bir Ailə yerdə. dağılmaq ona baxmır. Qız da var ki, bir dənə Allahın heç üzüyünü aldırmır, amma yenə də bəxti gətirmir. Ailə dağılmaq ona baxmır. Ailə dağılmaq Allahın qisməti taleyidir. Elə şeylər boş şeylərdir. Onunla onu zərafət edirsiniz. Valla Allah haqqı 2 dəfə Ay aparmışam. Allah, pul xərcləmək istəməyəndə kişilər, üf, bəs sən Allah. Neyləsən, ney? Əsmər dedi ki, mən istəmirəm. Bir dənə gül Uşaq atın. olanda alarsan. 2 qat raxsa edəcəm də. Hindi almayıb. Yaxşı qadın Əsmər, əcəb elədin. Yaxşı qadınsan, amma kaş sənin kimi qadınların dəyəri bu həyatda bilinə. Kaş axıra qədər dəyərin bilinə. Kaş axıra qədər dəyərli qalasan. Kaş axıra qədər sənin hörmətin saxlanıla. Tək ki, yanındakı sənin axıra qədər qədrini bilsin. Amma bil ki, sənin kimi qadınların qədri bilinmir. Bunu da yadında. Bu sözü mən sənə burada deyirəm, saxla yadında. Bilirəm onu. Mən Əsmərin qədrini bilirəm. Məndən narazı Ona olma. görə sözə baxmırsan. Əsmərin qədrini bilməlisən də, qızıl aldırmır, heç nə istəmir. Yazıq qız heç gözü var da yox, dövlətdə yox. Kolejdə qədrini bilməlisən. Şeyim Əsmərdədir, hər şeyim. Nəyim var, hər şeyim Əsmərdədir. Çox sağ ol. Yəni Nəyim var? nəyim var, hər şeyim Əsmərdədir. Bir də ayım atın. Bəli qızlar, heç vaxt heç kim qəbrə heç nə aparmır. Amma vallahi bu dəqiqə sizə xəyanət edib gedib başqalarına oturub dursunlar, görəcəksiniz ki, siz almadıqlarını onu alır. Əsmər, sən anlayıram Allaha. Ha. İstəyirəm burada deyəsən hamı bilsin. Ha. Məndən narazılığım var. Yox da yox. Sən Yox, Allahım. Yox. Əgər varsa Sən denən var. bəzi şeylər xoşuma gəlmir, çünki sözümə baxmırsan. Nəyi? Bəzi şeylər. Bəzi şeylər nəyi Mən deyirsən? demirəm ki, gedin bahalı şeylər aldırın. Bahalı şeylər yox. Amma heç olmasa bir qadının nə bilim dəyəri bilinməlidir. Qadına arada bir dənə gül alarsan, bir dənə nə bilim sevindirərsən. Fərqi yoxdur o bahalı bir şey olsun. Ucuz al amma sevindir. Çox sürüyorsun. Ay sən almayacaqsın ki, görmürəm. Almamışam. Kindir Mən niyə- almırsan mən Nə yumurta. istəyirsən Ay almışam. ay. Mən niyə yıxıb sürüyorsan? Ay ana mən sən yıxıb su itədi. Sən Allah nə deyirsən eləmirəm. Ana Allah. mən Allaha kindir ha yumurta almır. Kindir ha yumurta. İçindən göz Ay kaç. ne kadar romantiksiniz yemin ederim. Şakası özünə ver də. Yalandan Hədiyəsini də özün götür də. Yalandan Onu deyir. da Mən özü alır, gözü yesin ha, çayla içsin. Yalandan deyir. Yox. Mən şokolad yeyirəm. Deyim nağaram, qarasını ona Allah. verirəm, ağı mən yeyirəm şokoladın. Hələ ki məsələ, ax şokolad xoşlayıram. Zarafat edirəm, tək xoşbəxt olun, tək axıra qədər belə gedin. Amma sabon qabağına bir dənə pullu qız çıxsın, 2 dənə şir atsın Əsmər, 2 dəqiqə sən verəcək qız nə yapma. İş burasındadır ki, bizə dəstək olanlar hamısının nömrələrini də İndi iş burasındadır ki, birazdan görəsən. Məndən demək, səndən eşitmək. Gözün çöllərdə olsun. Allah'ım olsun. Allah'ım olsun. narahat olma, direkimiz eynidir, hər şeyimiz. Ləman bacı, Basıb Allah'ım. gözün çıxardaram. Ləman bacı, Allah'ım olsun hara gedirik bir yerdə gedirik onsuz da. Yaxşı şey- edirsiniz. Bu Kur'an haqqı. Zarafat edirəm, bilirəm arvadımı çox istəyirsən. Prosta axıra kim belə olun da. Baş üstə. Deyirəm bəziləri Sən kimi. prosta səndən gözüm su içmir, səyyar. Sən elə bir biraz pul görüb dəyişən adam oxşayırsan Allah haqqı. Mən biraz sözüm yaxşı. düzgün danışanam. Bəlkə də səni səhv tanıyım. İndi qıraqdan insanları tanımaq olmur da. Əsməri deyə bilmərəm, amma sən biraz belə elə bir ki, biraz dəyişəsən. Hər şey yox. Narahat olmayın, o yağdı başın üstündə mən də Allah köməyin olsun. Qoy nə deyirsən eyb yoxdur. 3 qatdır. Allah köməyin olsun. Yox. Nə deyildi? Ha? Mən təkər. Danışanmadın? Hə, yox. 3 qatdır. Ay uşaqlar, Deyər mən kim? həmişə oynayanda depressiyaya girir. Ay öyrəm. Şıkı mısın kanka? Gələcək? Yox, xəbər yoxdur. Hələ də evi zadı da təmizləyib oturub gözləyir. Ay nəysə daha mən başqa söhbətə çox Ev sağ niyə ol. təmizləmisiz? Dediyini gələsiz də, Sako sən. Sən, ya mən Allah- getirəm inciməyin. Yemək də biz pişirdik, bazarlıq eləmişdik. Boy, Sako ilə deməd axı. Quran haqqı, pərək. Ay mən deyəm başqa söhbətə. Allah haqqı mən bilmirəm. Bilsəydim elə əziyyət çəkmişsiniz, gələrdim.
Burada danışa bilmirəm də. Bayaq dedim axı, bayaqdan görmüsən Mən bilmədim. Mənə dedi cəza eləyəsən. Ha, başa düşdüm. Biz də olmamışıq. Nəysə. Karaoke bu. da- Görmüsən bayaqdan başımı salmışam aşağı sakitcə dayanmışam. Yo, mən bilməmişəm ki, yemək zad eləmişsiniz. Vallahi bilsəydim gələrdim. Nəysə inşallah nə vaxtsa görüşərik. Yo, bilməmişəm. Mənə dedi ki, cəza verirəm, cəza onlara getməkdir. Mən elə dedi. Ha. Aylaman, ümumi tema başqadır da. Ay yaşlı sən də deyirdin. Nömrə yoxdur da, olsaydı danışardıq. Nə vaxtsa görüşəndə danışarıq, dəstləşərik. Mən sizə söz verməmişdim axı gələcəm. Zamanlıq nə iş var ki? Mənim heç xəbərim yoxdur ki. Sənin hesab yoxdur da. Yəqin danışmayıb da sənə. Yəni sən yoxdur Mən da. bilmirdim axı. Sənin telefonun yoxdur da, olsaydı Çox danışardıq. sağ ol, 2 qatdır. Burada açıq rahat danışa bilmirik də, nə qədər adam var.